bura çatanda oldu hadisə. Gördük ki, Chevrolet'də 2 dənə ağır yaralı var. Piyadalar da vurulan maşından piyadalar. Biri ağır yaralıdır, biri də rəhmətə getmişdi yerindəcə. Ucar rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qaraböyük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmanın təsirindən idarəetmədən çıxan minik avtomobili yol kənarında dayanan piyadanı vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəza zamanı minik avtomobilində olan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bir ambulansdan xəstəxanaya ağır yaralı apardılar. 2 ağır yaralı da Chevrolet maşındadır. Hadisəni gördünüz mü siz? Bəli. Necə oldu hadisə? Mən elə bu yolu gəlirdim, hadisə Chevrolet gəldi, Ateko vurdu. Vurandan sonra elə 2 nəfər də yerdə piyada idi. Piyadalar maşın vurdu. Biri rəhmətə getdi. Bir də ağır yaralı kimi götürdülər, apardılar ambulansdan xəstəxanaya. Chevroletdə Bəli, Chevroletdə də 2 ağır yaralıdır. Beləliklə, yol nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, Ərbal Əsgərov, xüsusi olaraq Dinas TV üçün.